Mən rəhmətli adam deputat oldum. 55-ci ildə, 51-ci ildə. İstəmirəm olur. Dedi, mən nə deyim, yaşlı sözlü gedim deyim. Oxtay qəbul etməli, ya da Ramazı qəbul etməli. Ay, sağ olun, mən gedim onu deyim, indi qutaraqda məsələn. Mən sabahları istəmirəm səhər qalırsınız. Başa şükür. Mən sabah girərəm oxtayın yanına, deyərəm bir sənə var, ağzını belə. Eni sənə mən olur. Su, deyib deyəcəm ki, Oqtay Pısan bunu qəbul edib, bu dəqiqə sözü olacaq. Oqtay bunu qəbul eləsin. Su, saatı getdim. Məsələ belə, yoxsa qız uşaqsın, sənin arada sən qalsın. Qutaraqda mən gedib deyirəm, səni qəbul edəcək. Mən sən ciddi sürə gözləmənəm, bu dəqiqə sən sən gedib. Sən bir şeylə aydınlaşdı da, hara geçdir, qaça qaçdı, cəhənnəmə də sabah olacaq. Sabahı göstəmirlər, deyib bir utarmalı yoxsun. Bütün işləri bilirsən. Deyib, prezident bir axşamacan vaxt qoy ki, bu eşarın məsələsi həll olur. Prezident şey deyildi da, Ramiz Mehdivi deyildi. Ramiz verirdi göstərişlərə, görək kim verir ki, Ramiz verirdi. Prezident Ramiz Mehdivi deyildi da, şey niyə deyildi ki, Oqtaylı başa düşmürsən, bir iş görür. Ramiz Mehdivi dünəndən uca çağırıb Oqtayı. Oqtayı demək, sənin başçılığı alınır. Alıya deyib ki, ona deyir ki, 500 minlik bugün çatdırsın. Bugün çatdırmalıdır. Kimə çatdırır, çatdırsın. Çatdırsın bugün. Mən dedim, mən burada 2 dəfə artıq vermişəm. Verirlər, hamısı. Deyir, yox, bizə çatmıyor heç nə. Mənim o məsələn belə olur. O bilmir axı, məsələn əvvəldən bilmir. 500 çatdırır, 500 al. Söğüşdə söylük Azərbaycanca. Ulusca söylük. Bu. Söğüş söylük mümkün. Kimi söyledi? İşi kim düzgün qurulsun. Cəhənnəmə sözü, mənə nə var, mənə nə deyirlər, mən də onu deyirəm, mənə nə tasırı var. Mənə gülər bir gəldi, dedi ki, Oqtay, mən baba başını qalavares, başımı kəsir. Deyir ki, görərəm mən ki, bu iş alınmazsa sevinç, mən bax, sən bizim işə gedirəm. Mənim işim pox olsa, gör mən səni evinə qoyacam bir, yaşamazsan sən qoyusun, sən baxarsan. Mən deyildi, burada nazir işim, əllə olma Məhmətdə fərq verirsən mənə. Deyirəm, mənim nə tasırı var, mən bu adama deyirəm, bu adam belə deyir. Otur bir dəqiq, otur təriz. $100 iş görür, bu boylarıq işdir. Valla verəcəksən bunu, alacaqla sənə bilə bilə. Bir dəqiqə sənə bir söz deyim, mən belə iş görürəm, mən dünyada belə işi görməmişim. Vallahi belə işi görməmişim. Mən bütün Azərbaycanla, dünyayla görməliyim olan, görməliyim, belə işi görməmişim. Belə işi görməmişim. Bax ki, ölkənin generalı qol çəkib pul götürür, qaçır. Hara qaçır, alır. Sən düz danışmır, bax sən mənə cəb verdi, düzün qaytar, mən sənə getdim qaytar. O deyir ki, aldatmaq, atmaq olmur, o vaxtda getdi uşaq, almaq da bilməzdir. Özlər bilər ki, mən Mehriban xanımı tanıyıram, nərgis qonu qalxaram onlara deyərəm ki, bunlar mənə başıma açırlar. Atmaq söhbəti yoxdur, prezident şəxsən özü deyib ki, Elşad Beşikdə qoyacaq stol üstünə. Bu gecə çatmalıdır ona, ölsə də bu çatmalıdır. İlham deyib, bunların taksırı yoxdur. Quran haqqı deyib, hamıları 3 almışam, bir yarımdan ona bağlayacam, onu bir keçən dəfədən qaldım. Ya Oqtay öncə inanmır bizə, geçsin maraqlansın gözünə, nə deyir cəmaat? Mən bir şey, bu mənim maraqlandım, mənim işrafım. Burada mənimlə maraq. Axı biz işi Ramizlə görmüşük, yoxsa Oqtayla görmüşük. Oqtay Ramiz deyib ki, bugün onu çatdırın, Aliyə deyib, buna deyib, çatdırın, necə istəyir? Bu Ramiz qəbul etsin də mənimlə. Mən ona gedim, deyib ki, mən inanmağım gəlmir, mən də iş görmürəm üstüylə. Məni qəbul eləsin Ramiz mənim. Deyib, başqa mən də onu görmürəm. Ramiz mənim demir ki, belə deyil. Qəbul eləsin, mən sözümüzə kişi şübət edin. Mən sonra bir şey olanda, deyim, Ramiz mənim, bu normal şey. Təlim bilməyə adamın ortada. Külərdə nə həldir? Külərdə peşman olacaq, o boyuna gedməsə, Avrayıqama düzələcək, İnüsda düzələcək, heç kim ona qarşı üstə gözləyəcək, qardaşı da çıxarıb verəcək, o başa düşmürdü, bax, lavuşqaya düşürdü, lavuşqaya düşüb. Gördü neçə ucu əlin əlində qaldı, prezident, Ramiz, ucu Oqtay girişdi. Bu ki, neyin oyun oynayırdı? Bunlar özləri bunu çəkiblər yanını ki, kömək etsinlər. Bu özü qaçır. Gedib kiçik adamlara qoşulur, KQB-də. Bu özü qaçır deyir olardı. Qoşulları da düşürdü. Demirsən, Ramiz idi. Gülər bir mənə həyat verdilər onlar. Yaxşı, Ramiz də mənə qəbul etsin. Şimdi gedim deyildi, onu nə oxusursan mən burada? Bax, gedirəm, getdim. Demir Ramiz qəbul etsin, ya da Oqtay qəbul etsin. Gedim deyildi, ikisindən bir saat qəbul edeyim, onu tutarırlar məsələn. Gelin ona nə vaxt danışıq? Bu dəqiqə mənim oturmuşdum yanında, yığdı ki, yanında da Elşad, onu mənə gözləyirəm axı. O da deyir ki, Elşad, mən bax, Quran haqqı. Danışıq, o telefonla danışıq da. Yox, general dedi ki, mənim yanında dur, gələ də bilmez. Nə vaxt danışıqsınız onu? Deyəm, bir saat önündə altının yarısı. Altının yarısı. Dörtlü danışmışam. Altının yarısı. Dörtlü danışmışam. Altının yarısı. Çəkimə getir, ölürəm, xəbərim yoxdur. Mən xeyrim o, 50 çıxırını oxuyum.